Salam əziz tələbələr, bu videoda sizlərlə birlikdə 11 fərqli mövzudan 21 bir-birinə maraqlı sualın izahına baxacağıq. Vaxt itirmədən keçirik ilk sualımıza. İlk sualımızda görürsünüz ki, belə bir rəqəmlər verilib və rəqəmlər eyni qalıb, sadəcə rəqəmlərin yeri dəyişilib. Yəni bu ədəd o dəqiqə görsənir ki, məsələn burada 1 var, burada da 1 var. Yəni eyni rəqəmlərdən təşkil olunur. 1, 2, 4, 5, 6, 7. Sadəcə yerləri dəyişib. İndi hansı sırası ilə yerləri dəyişibsə, ona uyğun cavabı tapa bilərik. İki cür edə bilərsiniz. Ya deyək ki, üstünə kod yazırsınız, o formada gedirsiniz, amma o formada baxmayaq. İmtahana az qalıb, daha sürətli yollarla baxaq. Daha sürətli nə edə bilərsiniz? Baxıram ki, burada birinci gələn 4, növbəti də harda gəlib? Sonuncu yerdə. Burada birinci gələn M hərfi növbəti hissədə gəlməlidir, sonuncu. Baxıram ki, M-nın son hissədə olması üçün 2 dənə variant qalır. C ilə Y variantı. C ilə Y variantı arasında bir fərq axtarırıq. İstənilən bir yerdən görürük ki, demək olar fərqlidir də. Bütün yerləri fərqlidir. İkinci hərfə baxanda cavab çıxacaq onsuz. Məsələn, baxıram ki, 5 burada ikinci yerdə yerləşirsə, növbəti hissədə üçüncü yerdə yerləşir. Bizim sözümüzdə ikinci yerdə Ə hərfidirsə, növbəti hissədə yerləşməlidir. Üçüncü sırada. Görürəm C variantında üçüncü sırada Ə hərfi deyil, A hərfidir. Ona görə C variantında çıxırsınız. Y variantında görürsünüz ki, düzgün yerdədir iki hərfdən. Ona görə cavab olur Y variantı. İşarələyib keçirsiniz ikinci suala. İkinci sualda burada simvol səhv düşüb. Burada da smaylik olmalıydı. Burada necə olur? 7 ilə 6-nı toplayırıq. Olur 13. 2 ilə 3 toplayırıq. Olur 5. Fərqləri alınır 8. Bu ikisinin cəmi 10-dur. Növbəti ikisinin cəmi 8-dir. Fərqləri alınır 2. 8 ilə 2-nin cəmi 10. 1 ilə 7-nin cəmi 8. Fərqləri olur 2. 6 ilə 3-ün cəmi olur 9. 4 ilə 1-in cəmi olur 5. 9-dan da 5 çıxırıq. Qalır 4. Görək hansı variantdadır? Y variantında. İşarələdik. Keçdik 3-cü suala. 3-cü suala baxanda görürsünüz ki, 199 arada 5 gəlir. 98, 95 yenə 5. 92, 87 yenə 5. Görürsünüz, çox böyük ədədlərdir. Arada da 5 gəlib gedir. Ona düşünün ki, bu 5-ləri burada 1 qruplaşdıraq bu formada. Yerdə qalanlarda bir baxaq. Yerdə qalanlara da baxanda necə baxa bilərik? Ya bunları da 300 qruplaşdırarsınız. Deyirsiniz ki, 2 azalıb, sonra 6 azalıb. İndi 2, 6 azalıbsa növbətində yəqin azalar 10 və ya sıra ilə baxarsınız. Deyirsiniz ki, 1 azalıb, yenə 1 azalıb. 2 azalıb, daha doğrusu 3 azalıb, yenə 3 azalıb, 5 azalıb, indi yenə 5 azalmalıdır. Olmalıdır 82. Yəni 5-ləri ayrı çıxardıq. Yerdə qalanlar da 1, 1, 2, daha doğrusu 1, 1, 3, 3, sonra da 5, 5 azalır. 1, 1, 3, 3, 5 azalıbsa yenə deyib 5 azalacaq. Yəni hərəsindən 2-dən olmaq şərti ilə də tək ədəddir. Olacaq 82. Orada da cavab oldu. A variantı işarələdik, keçdik 4-cü suala. Yenə ardıcıl sualdır. Birinci baxırıq ki, bu formada sıra ilə baxsaq, azalıb artma var. Qruplaşdırıb baxa bilirikmi? Belə qruplaşdırsam yenə azalıb artır deyə. Qruplaşdıranda ümumiyyətlə azalıb artma demək olar olmur. Ona elə də baxmırsınız. Belə də qruplaşdıra bilərik. Bunda da görsə azalıb artma var. Yəni qruplaşdıranda bir sıra azalıb artıb getməməlidir. Ya artı getməlidir, ya da azala. Ona görə qruplaşdırmırıq. Sıra ilə baxıram. Deyirəm 3-ə böləndə alınıb 5. Sonra üstünə 3 gəlib alınıb 8. 3-ə vurub alınıb 24. 3 çıxıb alınıb 21. Yenə 3-ə bölüb üstünə 3 gəlib 3-ə vurub indi növbədə 3 çıxmaq idi. Olacaq 27. Sonra yenə təkrar olur da. 3-ə bölür. Olur 9. Üstünə 3 gəlir. Olur 12. Yenə 3-ə vurub 36. Yenə 3 çıxanda 33. Yəni bu formada 3-ə bölüb üstünə 3 gəlib 3-ə vurub 3 çıxıb. Bu formada təkrar edirdi. Bizə lazım olan ədədlər də 27, 9, 12 olmalı idi. Ona görə cavab olaraq D variantını işarələdik. Keçdik 5-ci suala. 5-ci suala baxırıq. Artıb, azalıb, artıb, azalıb formada gedir. Dedik onda qruplaşdırmağa çalışaq. Qruplaşdıranda görürsünüz ki, belə azala gedir, belə də azala gedir. Və fikir versəz 625 5-ə bölüb alınıb 125. 5-ə bölüb alınıb 25. Yenə 5-ə bölsün, olsun 5. Aşağıda baxıram, 729-u 3-ə bölüb alıb 243, yenə 3-ə bölüb alıb 81, yenə 3-ə bölsün, alsın 27. Və ya üstü qüvvətlər şəklində də baxa bilərdiniz, eyni şeydir.
5 üstü 4, 5 üstü 3, 5 üstü 2, 5 üstü 1, 3 üstü 6, 3 üstü 5, 3 üstü 4, 3 üstü 3. Yəni cavab olmalıdır 5 və 27. Ona görə A variantını işarələdik, keçdik 6-cı suala. Cədvəl sualıdır. Ən standart yol olaraq nə edə bilərik? Sətir və ya sütun üzrə cəmlərinə baxıram. Deyirəm sətir üzrə cəmlərinə baxım. 1, yəni 3, 9, 1, 4. Toplayıram olur 17. 5, 4, 2, 6. Toplayıram olur 17. 5, 7, 3, 2. Toplayıram olur 17. Deyirəm aşağıda 2 də 17 olsun da onda. 7, 2, 4. Hal-hazırda 13 var. M-in yerinə 4 yazsaq, bu da olacaq 17. Demək, M-in yerinə nə olmalıymış? 4 olmalı imiş ki, həmin hissənin, həmin sətrin cəmi də olsun 17. Sonra gəlir 7-ci suala. Vaxtınızı bu suallarla çox almaq istəmirəm. Ona görə birbaşa yolunu deyirəm. 36-nı bölür 3-ə 12, 48-i bölür 3-ə 16. 24-ü bölür 3-ə 8, 72-ni bölür 3-ə 24. 42-ni bölməlidir 3-ə 14, 51-i bölməlidir 3-ə 17. 14, 17. Görürsən hansı cavabdadır? A variantında işarələdik. Keçdik 8-ci suala. Fikir versəz, 3-ün hamısı kvadratik ədədlərdir də. 3-ün kvadratı, 4-ün kvadratı, 5-in kvadratı, 6-nın kvadratı. Yenə 4-ün kvadratı, 5-in kvadratı, 6-nın kvadratı, 7-nin kvadratı. Bizdə 6-nın kvadratı, 7-nin kvadratı, 9-un kvadratı var. Fikir versək bu formada saat əqrəbi istiqamətində. Bir vahid artıb kvadratı yüksəldib də. Bizdə də 6, 7, burada 8-in kvadratı sonra olmalı idi ki, növbəti 9-un kvadratı olsun da 81. 8-in kvadratı nədir? 64. Yəni cavab olmalı idi 64. Bunu da bildik, keçdik 9-cu suala. Yenə kvadratik ədədlərlə bərabərləşdirdim. Burada da görürüm ki, 4 ilə 9 kvadratik ədəddir, 9 ilə 16 kvadratik ədəddir. Buradakı 16 da kvadratik ədəd. Yəni yuxarıdakılar kvadratik ədəddir, aşağıdakılar yox. Ona görə baxıram. 4 nəyin kvadratıdır? 2-nin. 9 da 3-ün. Sonra 2-ni 3-ə vuranda alınır 6. 9 3-ün kvadratıdır, 16 4-ün kvadratıdır. Sonra 3-ü 4-ə vuranda olur 12. 16 4-ün kvadratıdır. Burada da hər halda deyirəm 5-in kvadratı olmalıdır ki, 4-ü 5-ə vuranda 20 alınsın. 5-in kvadratından alınır 25. Sonra gəlirik növbəti suala. Növbəti sualda da çox da çətin deyil əslində. Görürsünüz ki, 3-ü 6-ya vuranda alınıb 18. Yəni 6-nı 3-ə vurub alınıb 18. 6-nı 2-yə vuranda da alınıb 12. 5-i 4-ə vurub alınıb 20. 5-i 1-ə vurub alınıb 5. 4-ü 6-ya vurub olub 24. 4-ü 5-ə vurub olub 20. İndi 3-ü 7-yə vuranda 21 alınırsa, daha doğrusu 7-ni 3-ə vuranda 21 alınırsa, 7-ni 8-ə vuranda da buraya yazmalıyıq, düzdür? Orada olur 56. Bunu da yazdıq, keçdik 11-ci suala. Görəm hamısı müəyyən qədər 6 ilə bitir, oradan şübhələnirəm. Və hamısı artır da saat əqrəbi istiqamətində. Ümumiyyətlə bu tip suallarda ya saat əqrəbi istiqaməti, onun əksi və ya qarşı-qarşıya baxırıq. Burada deyirəm yəqin ki, saat əqrəbi istiqamətində baxmaq əlverişli olar. Çünki buradan 5 artıb, hamısı 6 ilə bitir deyə. Burada 10 artıb, sonra 20 artıb. Baxıram 5 artdı, sonra onun 2 qatı 10 artdı. Onun 2 qatı 20 artdı, 20-nin 2 qatı 40 artdı. İndi burada da 40-ın 2 qatı qədər, yəni 80 artsa cavab olacaq 156. O da görəm hardadır? B variantında işarələyirəm, keçirəm 11-ci. Yox, 11-ə baxdıq, 12-ci suala. Burada görək necə ola bilər. 3-ü diri vururuq 4-ə, olur 12. 12 ilə 18 toplayırıq 20. 7-ni vururuq 5-ə, 35. 35 ilə 19 toplayırıq 54. 8-i vururuq 5-ə, 40. 40 ilə 16-nı toplayırıq, olur 56. O da görürük, C variantındadır, işarələyib keçirik 13-cü suala. Bu tip suallar demişik, nə edirik? 2 fiqurun arasında toplama var, növbəti 2 fiqurun arasında toplama var, aralarında da bərabərlik işarəsi var. Yəni bu 2 fiquru üst-üstə çəkməliyik, növbəti 2 fiquru da üst-üstə çəkməliyik, eyni fiqur alınmalıdır.
Birinci bizə verilən fiqurları üst-üstə çəkək. Məsələn, solda olan fiquru gətirib bunu üzərinə çəkdik. Alınır belə bir fiqur. Üçüncü fiqurun üstünə hansı hissələr bərpa eləsəm, bizim bu üst-üstə çəkdiyimiz fiqur alınır. Həmin hissələri bərpa edirik, o da olur bizim cavabımız. Bərpa eləyək. Orada 5 bucaqlı var. 5 bucaqlını birinci bərpa elədik. Sonra bir bu xətt qalıb, bir də bu xətt qalıb. İndi hamısını bərpa elədik. Görək ki, bizim bərpa elədiyimiz, bu qırmızıdan bərpa elədiyimiz isə olmalıdır bizim cavabımız. Nə ondan artıq, nə ondan əski, heç nə olmamalıdır. O da görək haradadır. B variantında işarələdik, keçdik 14-cü suala. 14-cü sualda deyirəm ki, burada bu yuxarıdadır, sağa düşüb, düzdür. Birinci düşünürəm bunu 90 dərəcə sağa təqrib istiqamətini döndərin fiquru. Biraz yaxşı döndürək. Bu fiquru deyirəm 90 dərəcə sağa təqrib istiqamətini döndərim. Amma döndərəndə görürsünüz ki, bu qara hissə, qara balaca kvadrat ki var, o yuxarıda qalır, aşağıda yox. Amma burada aşağıdadır. Demək 90 dərəcə döndəndən kifayət eləmir. 90 dərəcə döndəndən sonra da bunu bu xəttə nəzərən güzgü əksi eləmək lazımdır. Onda görürsünüz ki, aşağıdakı alınır. Ona görə birinci 90 dərəcə sağa təqrib istiqamətini döndərmək lazımdır. 90 dərəcə sağa təqrib istiqamətini döndərir. Demək 90 dərəcə sağa təqrib istiqamətini döndərdik. Alındı belə bir fiqur. Sonra dedik bunu bu xəttə nəzərən güzgü əksi eləməliyik. Birbaşa variantlardan baxıram. Hansı fiqur bunun güzgü əksi olar? Demək top dəqiq olur bu tərəfdə, içi boş olan top. Sol tərəfdə. Ona görə C, B variantlarını çıxıram. A variantı ümumiyyətlə ayrı fiqurdur. A variantını da çıxıram. D variantına da baxsaq bu qara fiqur buraya keçib, o da düz deyil. Qara fiqur olmalıydı, yəni qara kvadrat olmalıydı. Rahatlıqla onu görə bilərsən, azından üç bucağın lap yerini görməsiniz belə. Sağ yuxarıda, üç bucağı da olmalıdır, sol aşağıda. O da görürsünüz hansı variantdadır? Y variantında. Yəni 3 bucaq olmalıydı dedik. Belə. Onlara cavab olaraq Y variantını işarələyib keçirik 15-ci suala. 15-ci sualda görürük ki, birinci bunu fıratsaq alınmır. Güzgü əksi əlçə də alınmır. Ona görə deyirik ki, ikisi də var yəqin ki, həm döndərmək var, həm güzgü əksi var. Ona görə birinci güzgü əksi olaraq döndərək, sonra buzaq altına döndərərik. Demək, güzgü əksi olaraq döndərəndə normal olaraq kimsə döndərə bilirsə, heç bir problem yoxdur, rahat döndərə bilər. Kimsə döndərə bilmirsə, onun üçün bir yol deyək. Baxıram, burada bir dənə xətt var. Bu xətt simmetriya ona paralel və onun yanında çəkilir. Biz də çəkdik. Ondan sonra nə edirik? Burada sağdan sola köçürürük, düzdür? Demək, sağ və sol sözləri dəyişəcək. Sol sağa dəyişəcək, sağ sola dəyişəcək. Nə mənada? Məsələn, belə bir kvadrat göstərək burada. Bu nöqtə həmin kvadratın sağ yuxarısında yerləşir, düzdür? Digər tərəfdən qeyd etmək istəsəm, sol yuxarıda qeyd edəcəm. Yəni o formada. Yuxarı sözü və aşağı sözü dəyişmir, sağ və sol sözləri dəyişəcək. Verdiyimiz koordinatlara uyğun. İndi bu xətti çəkdim. Ondan sonra bu xəttin yuxarısından, biz də buradan yuxarısını götürürük. Yuxarısından sağa xətt gedir, biz sola xətt çəkirik. Çəkdiyimiz xəttin sonundan aşağı xətt gedir, biz də aşağı xətt çəkirik. Sonra bu ikisini birləşdirib olur kvadrat, biz də birləşdirdik oldu kvadrat. Sonra kvadratın sağ aşağı hissəsindən, biz də kvadratın sol aşağı hissəsindən digər tərəfdə götürürük. Oradan sağa xətt çəkib, biz sola xətt çəkirik. Çəkdiyi xəttdən aşağı gedir, biz də aşağı gedirik. Ortadakı xəttə qayıdır, oradan aşağı xətt çəkib, biz də aşağı xətt çəkdik. Çəkdiyi xəttin ucundan sol tərəfə gəlibsə, biz də sağ tərəfə gedirik. Gördüyünüz kimi oldu güzgü əks. Sağ tərəfdə də biz göylə bunun üstündən getdik ki, bilək hansı hissəsi getmiş, hansı qalıb ona görə. Ondan sonra bu fiquru deyirəm, necə fırladım ki, növbəti alınsın, o da görürəm ki, 90 dərəcə saatin əksinə. Saatin əksinə yəni bu formada fırlatmalıyıq 90 dərəcə. Onu da hardan bilə bilərsiniz? Bu kvadratı görürsünüz. Kvadrat yerləşir. 4 dənə yerdə yerləşə bilər də. Sağ yuxarıda, sol yuxarıda, sol aşağıda, sağ aşağıda. 4 dənə yerdə yerləşə bilərsə 360 bölü 4-ə edir 90 dərəcə. Demək, bir dənə hissə dönəndə 90 dərəcə dönmüş olur. Demək, buranı bağlayaq. İndi bu kvadrat keçməlidir sol tərəfə. Bu oxu bir dənə belə davam elətdirirsiniz. Görürsünüz ki, bu oxun istiqaməti olur saatin əksinə. Demək, saatin əksinə bir dənə
hərəkət eləməlidir. O da dedi 90 dərəcədir. Demək saatın əksinə 90 dərəcə fırlanır bu fiqur, alınır. Növbəti fiqur. Birinci güzgü əks elədik. Sol tərəfinə və ya sağ tərəfinə fərqi yoxdur. Eyni şeydir. Amma aşağı ilə yuxarı fərqlidir. Çünki sonra bucaq altında dönmə var, ona görə dəyişir. Belə yoxsa aşağı ilə yuxarı da eyni şeydir, fərqi yoxdur. Bir fiqurun yalnız bir cür güzgü əks olur. İndi onu döndürürsüz, eyni şey alınırdı, yəni. Ondan sonra nə edirik? Demək bucaq güzgü əks elədik. Soldan və ya sağdan, ondan sonra 90 dərəcə saat təqrəbinin əksinə fırlatdıq. İndi burada bizə rahat olsun deyə sağ tərəfdən edirik. Dedik soldan sağ eyni şeydir, fərqi yoxdur. Yenə birinci bir dənə bu xəttə paralel bu hissə. Simmetri yoxuna paralel bir dənə xətt çəkdim. Bunun aşağı hissəsindən görürsünüz sola xətt gedir, biz sağa çəkirik. Bu iki xətti birləşir olur üçbucaq. Biz iki xətti birləşdiririk olur üçbucaq. Birinci çəkdiyimiz paralel xəttin ortasından sol tərəfə bir dənə xətt çəkib biz sağ tərəfə çəkirik. Yuxarı gedib biz də yuxarı çəkirik. Bu olduğunun güzgü əksi. Güzgü əksindən sonra demişik biz bunu nə etməliyik? 90 dərəcə saatin əksinə döndərməyimiz lazımdır. O da baxsaq hansı variantdadır? C variantı özüdür. A variantı, D variantı ümumiyyətlə başqa fiqurdur. Qalır B ilə Y. O da görürsünüz ki Y variantıdır. Çünki B variantında da elə üçbucaq görürsünüz ki olduğu kimi qalır. Yəni üçbucaq olduğu kimi qalmalı deyil. Üçbucaq dönməlidir. Burada üçbucağın 90 dərəcə bucağı sol aşağı baxırsa sağ aşağı baxmalıyıq. O da olmalıdır Y variantı. İndi bunu da bildik. Keçirik 16-cı suala. Bu da müstəvi fiqurdur, qatlanma. Burada necə olur? Burada birinci baxırsınız ki, iki dənə tərəf var. Burada biri qalıb. Yəni sağ tərəfi qatlayıb sol tərəfin üstünə. Haradan bilirsiniz? Bu qırıq-qırıq xəttlərdən. Qırıq-qırıq xəttlər sağ tərəfdə qalıb, düzdür? Bu ikisindən qırıq-qırıq xəttləri sağ tərəfdə olan bu hissədir də. Elə fikir versəz, sol tərəfdəki qalıb. Yəni sağ tərəfdəki qalsaydı, qırıq-qırıq xəttlər solda yerləşməlidir, sağda yox. Ona görə sol tərəfi saxlayıb. Yəni sağa qatlayıb solun üstünə, ondan sonra da yuxarını qatlayıb aşağının üstünə, aşağı hissə qalıb. Demək bu balaca hissə ümumi fiqurun hansı hissəsindədir? Sol qalmışdı, bir də aşağı. Demək sol aşağı. Digər variantlara bütün fiqurların sol aşağı hissəsinə baxırıq. Burada olan kimi kəsik olmalıdır. Gəlirəm deyək ki, A variantına sol aşağı hissəni götürdüm. Sol aşağı hissə bizim fiqura uyğundur. Bu hissədən söhbət gedir. Görürsünüz ki, yox, onun əksidir. Yəni A variantını çıxırız. Məsələn, baxırsınız Y variantına. Görürsünüz ki, bizim fiqura uyğun deyil. Bunun daha çox qara hissəsi var. Baxırsınız D variantına. Görürsünüz ki, bu da bizim fiqura uyğun deyil. Bunun başqa yeri qaradır. Yəni orası yox. İndi bizim bu rənglədiyimiz hissə bura qara olmalıydı. D variantını da çıxdıq. C variantında ümumiyyətlə görürsünüz yarısı qaradır həmin kvadratın. C variantında çıxırsınız. Bir dənə qalır B variantı. O da görürsünüz ki, B variantı bizə lazım olan formadadır. Ona görə cavab olaraq B variantını götürürsünüz. Bir dənə o hissədən cavab çıxmasaydı, sonra simmetriyə baxardınız, amma cavab çıxmış oldu. Gəldik 17-ci suala. Vulkanın içində olur lava. Geyzerin içində olur su. İsti su versə daha düzgün olardı, amma sudur da, yəni hər halda. Bu düzdür. Səhranın içində qum olur. Yox. İndisə səhra qumdan təşkil olunur. Vulkan lavadan tam olaraq uyğun gəlmir. Vulkanın içində. Vulkan dağdır, vulkanik dağ. Onun içində lava olur, axır isti formada. Geyzerdə elə vulkan dağına oxşar bir çuxurdur. Onun içində də su olur isti formada. Ona görə geyzer daha düzgündür. Həm də püskürür, bu da püskürür. Yəni ən uyğun variantdır. Ona heç variantlara baxmağa ehtiyac yox. Səhrada qum olur, amma içində olmur, püskürmür. Yarğan, zəlzələ yox. Buzlaq, iceberg, mağara, sıxır yox. Heç biri vulkan, lava, geyzer su arasındakı olan əlqə kimi deyil. Sonra gəlirik sahə həcm. Sahə ölçülür metr kvadratla, həcm ölçülür metr kubla. Üstü qüvvət 1 vaat gördünüz artdı. Uzunluq metrlə ölçülür. Çəki ümumiyyətlə çəki deyir, hətta çəki qüvvədir, newtonla ölçülür. Yəni kütlə belə demir də, yəni. Üstəlik uzunluğuna heç bir aidiyyəti yoxdur. Uzunluq metrlə ölçülür, həcm metr kubla ölçülür. Üstü qüvvət 1-dən 3-ə qalxıb 2 artıb, lazım deyil. Uzunluq metrdir, sahə metr kvadratdır. Üstü qüvvət görürsünüz 1-dən artdı. Uzunluq metrdir, qalınlıq da metrdir. Uzunluq da metrlə ölçülür, hündürlük də metrlə ölçülür. Ona görə bunları götürmürsünüz. Bizə lazımdır 1-dən artsın, o da C variantı idi. Sonra gəlirik 19-a. Rəndə, balta, mişar,
çəkic, divan. Divan hazır məhsuldur. Digər yerdə qalan 4 dənəsi rəndə, balta, mişar, çəkic alətlərdir. Ona görə cavab olur Y variantı divan. Məftil, fars, türk, avar, ləzgi. Fars, avar, türk, ləzgi hamısı öz xalqlardır. Milliyyətdir, xalqlardır, amma məftil yox. Məftil nədir? Metaldan olan nazik şunur kimi məftildir deyən. Sonra baxırıq 21-ci suala və bugünlük son sualımıza. Görək A, B, C, D, Y, F şəxsləri müxtəlif illərdə 2006, 2016, 17, 18, 19, 20, 21-ci ildə məktəbi bitirəcək. İndi buradan görək variantlarda var da. Biz bir də bunlara yazmayaq əslində, elə birbaşa variantla işləyək. Deyir B və D şəxsləri məktəbi F-dən sonra bitirməz. Bir də aşağıda bizə nə deyir? Şagirdlərin məktəbi bitirmə ardıcılığı aşağıdakı hansı ola bilər? Ola biləri soruşur. Deyir B və D şəxsləri məktəbi F-dən sonra bitirməz. İndi hansında B və ya D hər hansı biri F-dən sonra bitiribsə, onu silirəm. A-da görürəm ki, F-dən sonra bitirməyiblər. B-də görürəm ki, B F-dən sonra bitirib. Silirəm. Hətta D də F-dən sonra bitirmiş olur. C-də o cəhətdən bir problem yoxdur. D-də də B ilə D F-dən sonra bitirib, onu da silirəm. Y-də də həmin şərtə görə bir problem yoxdur. İkinci şərtə baxıram. Y şəxsi məktəbi D və C-dən əvvəl bitirməz. İndi Y D və C-dən əvvəl bitirsə, onu siləcəm. A, C, Y-yə baxıram. Burada görürəm ki, Y C-dən əvvəl bitirib. Y variantını sildim. Digər iki variant arasında bir problem varmı? Yox. Bir də üçüncü şərtə baxıram. F şəxsi məktəbi Y-dən sonra A-dan əvvəl bitirir. Demək, F Y-dən sonra A-dan əvvəl. Hardasa belə bir şey olmalıdır. Aralarında nəsə ola bilər, amma belə olmalıdır. Burada da görürük ki, Y F-dən sonra bitirib. Amma deyirdik, F Y-dən sonra bitirsin, düzdür. Demək, C variantda səhvdir. Elə burada görürsə F-a. Elə bizim verdiyimiz kimidir. Aralarında heç nə də verməyib. Ona görə burada düzgün cavab olur A variantı. Və bununla da bugünlük olan izahın sonuna çatmış olduq. Sağ olun. Gəlin izahlara dək.